Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsinin sakinləri isə içməyə su tapmır. Özü də ki, havaların get-gedə isindiyi bir vaxtda. İddiaya görə adı çəkilən küçədə yaşayan hər ailə ayda təxminən 30-40 manat su maşınına pul xərcləməli olur. Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsinin sakinləri ilin günün bu vaxtında susuzluqdan əziyyət çəkir. Sakinlər deyir ki, onlar burada yaşadığı müddətdə kranı açıb, əl üzünü belə yumağa su tapmayıb. İçməyə su axtarmaq lazım olduqda isə ən azı cibində 5-10 manat pulun olmalıdır ki, su maşınını sifariş verəsən. Ay ərzində isə 4 dəfə su maşını sifariş edilib ki, bunun da qiyməti 30-40 manat edib. Bundan başqa sakinlər deyir ki, kimin pulu var, o özü üçün fərdi qaydada su çəkdirir. Maraqlısı budur ki, küçənin başlanğıc hissəsinə kimi su boruları mövcuddur. Ancaq oradan bu tərəfə bu boruların davamı çəkilməyib. Bütün bu iddialarla çıxış edən sakinlər deyir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edilsə də buna reaksiya verən olmayıb. Quyu suyu şorsu, su maşını gördünüz, bax da biri də gedir, baxın ora. Onu alırıq, bir ay müddətinə, dağ yerində böyümüş adamın bir ay müddətinə həmən kəndə su olur, qırmızı qurtlar. Və biz onu süzürük, qaynadıb içirik. O da bağırsaq xəstəlikləri, özünüz yaxşı bilirsiniz, əmələ gəlir. İndi bu suya telefon çəkiblər, ona da sənət tələb olunmadı, təşəkkür edirik. Amma niyə suya sənət tələb edirlər? Bu qədər əhali var, hələ bazar ertəsi olduğuna görə çox adam işlədir. Problemlə bağlı Azərsu Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən təsdiqlədilər ki, sözgedən ərazidə mərkəzləşmiş su şəbəkəsi mövcud deyil. Ancaq həmin küçənin bir tərəfinə su çəkilməyə başlayıb. Qaldı ki, küçənin sonuna kimi su çəkilməsinə bu 2014-2016-cı il dövlət proqramına əsasən mərhələli şəkildə həyata keçiriləcək. Ona görə də Oqtay Şabanov küçəsinin sakinlərinə bir müddətdə səbr etmək qalır.